Gəlin döymə xəmirlə ağızda toz kimi ovalan şəkərbura bişirək. 1 kiloqram un üçün 400 qram yağ götürülür. Unla yağ yaxşıca ovulur. 3 yumurtanın sarısı, 200 qram smetan, 1 çimdik duz, 1 çay qaşığı pesok əlavə edilir. Bərk olarsa yarım stəkan südü az-az əlavə edərək xəmir yoğrulur. Xəmirimiz hazırdır. Xəmirdən 40 qram böyüklüyündə kündələr ayrılır. Bu arada 1 kiloqram ağardılmış fındıq ləpəsi maşından çəkilir. 800 qram şəkər və hil qarışdırılaraq içlik hazırlanır. Kündələr yayılır, içərisinə içlik qoyulub gözəl şəkildə bükülür. Üzərinə xüsusi alətlə naxış vurulur və 180 dərəcə qızdırılmış sobada astıq odda üzəri qızarmamaq şərti ilə bişirilir.